Gidip Londonda səni oxutturmuşum. Gel başımızı kesin sen. Sizin bu müəllimə nifrətiniz hardandır? Uşaq vaxtı sizə müəllimlər niyə nifrət edirsiniz? Ben sual veriyorum. Resmi sual veriyorum, xahiş edirəm cavab verirsiniz. Nümayəndənizi gönderin, gelsin benimle debata. Resmen sizi dəvət ediyorum. Özünüz gelmirsiniz, kim istiyorsunuz gönderin gelsin. Gönderin gelsin benimle debata çıksın. Mənə desin, soğut eləsin ki, mən bu dediyim hamısı səhvdir. Mən bu Azərbaycan xalqının qarşısında duracağım ayağa, sizden üzr istəyəcəm və bir dəfəlik efirine tutaracağım. Gönderin gelsin. Gözləyirəm. Bak bir həftə ərzində gözləyirəm. Gönderin gelsin, mənimlə debata bir işçimizi, gelsin benim suallarıma cevap versin, benim bu dediklerimi təksib eləsin. Ben onda sizden gelip, harada deseniz, efirde, lap gel kabinetinizde, lap o idarenin qabağında, dizimi yere koyup, üzr isteyeceğim size. Bəsliyim bu milletin başına boynu getirmeyin. Yazığınız gelsin bu müəllimlərə. Vallahi benim ürəyim ağrıyor. Ben bu yaşımda, yaşım bu vaxtında, səhətim bu vaxtında, benim ürəyim ağrıdı ki, müəllimlər, mənə nə qədər zəhlər olur, nə qədər haksızlıklar olur. Haberim 73. maddede konkret gösterilir ki, sertifikasiyadan keçməsə belə adam, öhdəsində 50 uşağı varsa, birinci grup, veyahut birinci grup 50 varsa ailə əzbilin, onun əməl müqavləsini ləğv edilir, siz gözünüzü yumub ləğv edirsiniz. Bir insafınız olsun. Allah adamı əlil deyilyer, zəlil deyilyer. Yadınızda saxlayın, siz cavansınız. Ben artık ömrümü başa vurmak üzereyim. Hayatta her şey bumerang. Qayıdacaq size.